Bu adam çox gənc yaşında böyük bir məşhurluq və pul qazandı. Təəssüf ki, bəziləri kimi o da bu məşhurluğun qarşısında çox tab gətirə bilmədi. Çox gənc yaşında Rəşid Behbudov artıq onu öz yaratdığı teatra solist qəbul etmişdi. Arif Babayev ona sənətkar deyirdi. Həqiqətən də xarizması, səsi ilə o gələcək üçün böyük bir potensial vəd edirdi. Təəssüf ki, bu məşhurluq, bu pul və eyni zamanda həyatında baş verən bəzi qara hadisələr onu ağ ölümə doğru çəkdi. Narkotikin qurbanı olan Elçin Cəlilovdan danışırıq. Bəzi mənbələrdə onu narkotikə qurşandıran şəxslərin adları da açıqlanır. Biz həmin adları da təqdim edəcəyik. Lakin qalanına özünüz qərar verəcəksiniz. 35 yaşlı, 30 yaşlı bir şəxsi nəyəsə məcbur etmək mümkündürmü? Buna siz qərar verin. Başlayaq. Elçin Cəlilov əslən Qax rayonundan idi. Elçin Əsədoğlu Cəlilov 17 iyul 1968-ci ildə anadan olub, ailədə 2 qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirir, mehrini anasına salır. Musiqi həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. 8 nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedir, konsert proqramları ilə çıxış edirdilər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olur. Şövkət Ələkbərovadan dərs alır. Erkən yaşlarında anasının istəyi ilə xalası qızı Mənfurə xanımla ailə qurur. Bu evlilikdən onun bir qızı, bir oğlu doğulur. Oğlu kiçik yaşlarında dünyasını dəyişir. Elçinin evliliyinin ömrü uzun çəkmir, bir müddət sonra onlar ayrılırlar. Elçin əvvəlcə Tahirə adlı bir xanımla ailə qurur. Lakin bu nikah da uğursuz olduğundan onun 3-cü evliliyi müğənni Lalə Dadaşova ilə baş tutur. Elçin ilk dəfə səhnəyə sazla çıxaraq bir neçə aşıq mahnısı ifa edir. Daha sonra isə Bakı Musiqi Akademiyasına daxil olur. Arif Babayevdən dərs alır və efirlərə muğam ifaçısı kimi çıxmağa başlayır. O muğam dəstgahları ilə yanaşı xalq estrada mahnıları, romanslar da ifa edirdi və bunların hamısını o çox gözəl ifa edirdi. Təbii ki, bunu biz yox, sənətkarlar etiraf edir. Sonralar Arif Babayev müsahibələrinin birində belə deyir: "Mən həmişə ona sənətkar deyirdim. Doğrudan da əsl xarakterli sənətkar adam idi. Hər adama elə səs qismət olmur." Sonralar toylara getdi, yaxşı pul qazandı. Hər dəfə deyirdim ki, Elçin, bu pulların qədrini bil ha. Bunlar adama bir dəfə verilir. Mənə qarşı həmişə çox hörmətli davranırdı. Başına gələnləri eşidəndə onu çağırdım yanıma. Dedim, Elçin, sən xanəndəsən, mədəniyyət işçisisən, belə olmaz. Günlərin birində Elçin Rəşid Behbudovla görüşür. Böyük sənətkar onun ifasını, səsini çox bəyənir. Qısa zaman ərzində Elçin Rəşid Behbudovun sevimli ifaçılarından birinə çevrilir. Mahnı teatrının aparıcı solisti kimi müğənnilik karyerasına başlayır. Böyük səhnəyə Sevgilim sən maral kimi mahnısı ilə qədəm qoyur. Sevgilim sən maral kimi, sevgilim sən maral kimi, sütmək kimdən öyrəndim. Musiqi karyerasının ilk günlərindən ona qarşı bəzi həmkarları tərəfindən paxıllıq da başlayır. Bir çox vacib konsertlərdə onun iştirakına mane olurlarmış. Bu cür hadisələr isə təbii ki, hər kəsə pis gələrdi və ona da çox pis təsir edir. Xanəndəliyə başladığı ilkin dövrlərdə Elçin nə siqaret çəkir, nə də içki içir. Çox utancaq və əxlaqlı insan kimi hörmət qazanır. Qardaşı Yusifin narkotik asılılığından əziyyət çəkməsi ona pis təsir edir. Toylardan qazandığı pulları qardaşının müalicəsi üçün xərcləməyə başlayır. Lakin sonraki illər təəssüf ki, Elçinin özü də pis vərdişlərə aludəçiliyi onun sənətinə təsir etməyə başlayır. Günü-gündən arıqlayır, səsini itirməyə başlayır. Bir müddət müalicə görən Elçin özü də bu asılılıqdan xilas olmağa çalışır. Evdə həm də piano ifaçısı olan Lalə Dadaşova ilə məşqlər edir.
4 oktavalıq səsini itirən müğənni həyat yoldaşı Lalədən xahiş edir ki, məşqlərdə ona səsini açmaq üçün kömək etsin. Mahnı teatrındakı konsert məşqlərinə geciksə də müəllimi Kamil Vəzirov deyir ki, sonradan gəlib ondan xahiş edir, hətta ağlayıb yalvarır ki, ona səhnəyə çıxa bilməsi, oxuması, səs imkanlarını geri qaytara bilməsi üçün kömək göstərsin. Bir müddət sonra Elçinin qardaşı avtomobil qəzasına düşür. Elçin anası və qızı ilə qardaşının yanına gedir. Onlar xəstəxanadan geri qaydanda Elçinin də idarə etdiyi maşın yol kənarındakı ağaca çırpılır. Bu qəzadan Elçin və qızı sağ çıxsalar da anası elə hadisə yerində dünyasını dəyişir. Anasının vəfatından sonra onsuz da həyatı büdrəmiş Elçin yaşamaq istəmir. Özünü onun ölümündə günahkar bilir, tez-tez mən anamı öldürdüm, mən də öləcəm, yaşamaq istəmirəm sözlərini deməyə başlayır. Bəs onu narkotika qurşandıran şəxs kim olub? İllər sonra Elgizlə izlə verilişində mərhum müğənni Elçin Cəllovun narkotika qurşanmasına bir musiqiçinin səbəbkar olduğu iddia olunub. Bu iddia müğənni Vüqar Muradov tərəfindən səsləndirilib. Bunun ardından aparıcı Elgiz Əkbər Instagramda bu məsələ ilə bağlı paylaşma şərh yazıb. O şərhdə belə qeyd edir. Adını demək lazımdır ki, bundan sonra bir də insanları zəhərləyə bilməsin. Reklam arasında bizə bildirildi ki, söhbət yəni Elçini narkotika qurşandıran şəxsdən gedir və bu şəxs skripka ifaçısı Natiqdir, əməkdar artist Natiq Nuriyev. O musiqiçilərin evini yıxır, onları narkotika alışdırır deyə Elgiz Axşam Azın Instagram səhifəsində şərh yazıb. Elgizlə izlə verilişinə telefonla bağlanan əməkdar artist Natiq Nuriyevin xanımı Elnara Nuriyeva həyat yoldaşı ilə bağlı məlumatlara reaksiya verib. O deyib, bir insana hörmət edə bilinmirsə, ona pislik də edilməməlidir. O cür yaşlı insana, ailə başçısına, babaya bu edilməməlidir. Natiqin təzyiqi qalxıb, üstünə təcili yardım gəlib. 10 il əvvəl Lalə Dadaşova bu söz-söhbəti bir toyda danışıb. Vüqarla məclisdə neçə dəfə üz-üzə gəliblər. Niyə nəsə deməyib? Deyir ki, Natiq Elçinə paxıllıq edib. Nəyinə paxıllıq edəcək? Elçin skripka çalandı, yoxsa Natiq oxuyandı? Elçindən az pul qazanırdı Natiq. Natiqlə Elçinin belə bir münasibəti olmayıb. Harasa toyda görüşüblərsə, o demək deyir ki, kimisə, kimdənsə nəsə öyrənib. Elçinin qardaşı da eyni haldan rəhmətə gedib. Ailəlikcə belədirlərsə, bəlkə o Natiqi pis yola çəkib. Qeyd edək ki, proqrama qonaq gələn əməkdar artist Rəhman Rəhmanov da oğlu Emilin həmin musiqiçi, yəni Natiq Nuriyev tərəfindən narkotika alışdırıldığı açıqlanmışdı. Bu arada Emil Rəhman özü də sağlığında verdiyi müsahibələrinin birində demişdi ki, onları hər ikisini, Elçini və özünü bir yaşlı xalq artisti narkotika qurşandırıb. Ağ ölüm qısa zaman ərzində Elçinin ailəsini dağıdır. Lalə Dadaşova Elçinin yenidən narkotikdən istifadə etdiyini görəndə onu tərk edir. Ancaq bir müddət sonra o Laləyə zəng vurub deyir ki, məni bağışla, mənə kömək elə. Bu dəfə də mən bacarmasam, anamın qəbri üstünə gedib özümü öldürəcəm. Və onlar bu sözdən sonra, bu əhddən sonra yenidən barışırlar. Ömrünün son günlərində Elçin səhnəyə çıxmağa, oxumağa can atır. Həyat yoldaşı Lalə onu Sumqayıtdakı konsertlərin birini aparır. Rejissor Elçini görüb təəccüblənir. Müğənni, rəqsanə isə dözməyib deyir ki, bu nə gündür düşmüsən ay Elçin? Fonogramma ilə olan konsert bitəndən sonra rejissor Laləyə yaxınlaşıb deyir, Elçin tanınmaz hala düşüb, efirə yaramır. Mən onun ifasını yazdım, amma montaj zamanı kəsəcəm. Onu belə vəziyyətdə efirə verə bilmərəm. 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə, artıq miqdarda istifadə göstərilir. Xanəndə Mehdabad qəbristanlığında dəfn olunur. Deyilənə görə ona narkotik vasitəni gətirənlərdən biri də qardaşı Yusif olub. Elçinin ölümündən az müddət sonra isə Yusif də dünyasını dəyişir.